IPDA nədir və onu biz necə istifadə edəcəyik, o olacaq. IPDA çox adam ibtada deyir, Interbank Price Delivery Algorithm, yəni banklar arası qiymət dağılımı algoritması. Ümumi əməliyyat açan zamanı genişləmə trade eləmək istəyirsinizsə, expansion trade eləmək istəyirsinizsə, böyük errorlər almaq istəyirsinizsə, IPDA bilməyiniz çox-çox önəmlidir. IPDA sizin ilk öncə Power of 3 əməliyyatlarınızda çox böyük bir rol oynayacaq və yaxud da ki, xəbər analizi zamanı böyük bir rol oynayacaq və yaxud da ki, marketin piyasında. Çünki market edə biləcəyi 4 hərəkət var. O 4 hərəkətdən biri retracement, yəni geri çəkilmə, expansion, genişləmə, reversal, dönüş və consolidation, artıq yığılma hərəkət. Suallar bölməsi artıq açmışam public Telegram kanalımda. Orada gəlib YouTube-dan öyrənmək istəyən tələblərimiz oradan rahatlıqla suallarını verə bilərlər. Və IPDA ümumiyyətcə ölkədə görməmişəm ki, IPDA dərsini izah eləsinlər və yaxud onun haqqında bir məlumat versinlər. Ona görə bu dərsə çox diqqətlə qulaq asın, çünki çoxlarınız üçün ilk olar.